Mehdi yalnız Yəmani adlanan şəxsiyyətin gəlişindən sonra zuhur edəcək. Əhl-i Beyt əleyhissalam Yəmanini Mehdinin zuhurunun qəti əlamətlərindən biri olaraq qeyd etmişdir. İmam Cəfər-i Sadiq əleyhissalam buyurur: Qaimin qiyamından öncə 5 əlamət olacaq. Süfyanının xurucu, Yəmaninin xurucu, səmadan bir cartının nida etməsi, nəfs-i zəkiyənin qətli, Beyda çölündə batma. Qeybət-i Nömani kitabı 14-cü fəsil, hədis 9. Yəmaninin zuhuru sadəcə Mehdinin zuhurunun əlaməti deyil, o həm də önəmli bir rola sahibdir. İnsanlar gözlərini Mehdiyə dikmədən öncə Yəmani dünyaya xəbərdarlıq edir ki, Mehdi buradadır. İnsanları təkcə o haqqa çağırır. İmam Muhammed Baqir əleyhissalam buyurur: Bayraqlar içində Yəmaninin bayrağından daha hidayət edici bir bayraq yoxdur. O, hidayət bayrağıdır. Çünki o sizi sahibinizə tərəf çağırır. Yəmani xuruc etdiyi zaman cəmaata və hər bir müsəlmana silah satmağı qadağan edəcək. Yəmani xuruc etdiyi zaman ona qoşul. Çünki onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlmana ondan üz çevirmək halal deyildir. Kim belə edərsə, cəhənnəm əhlidir. Çünki o, haqqa və doğru yola çağırır. Qeybət-i Nömani kitabı 14-cü bab, səhifə 264. Buna görə də insanlara vacibdir ki, Yəmaniyə tabi olsunlar. Amma qarşımıza belə bir hədis də çıxır. İmam Cəfər-i Sadiq əleyhissalam buyurur: Ey müfəzzəl! Qaimin zuhrundan öncəki bütün beyyətlər küfür, nifaq və hiləgərlikdir. Allah beyyət edənə də, etdirənə də lənət etsin. Əllamə Məclisi Biharül Ənvar kitabı, cild 53, səhifə 8. Biz zahirən bir-birinə zidd olan bu hədisləri necə başa düşə bilərik? Cavab, sadəcə Yəmani tərəfindən açıqlana bilən böyük, gizli bir sirdir. İmam Muhammed Baqir əleyhissalam buyurur: Qaimin 2 adı var. Biri gizli, digəri isə aşkardır. Gizli olan Əhməd, aşkar olan isə Mühəmməddir. Şeyx Səduq Kəmalüddin və Təmamün Ni'mə kitabı, cild 1, səhifə 681, hədis nömrə 17. Heç kim bu hədisin mənasını anlamırdı. Ta ki, gizli adın sahibi gəldi və özü onu izah etdi.